Değerli izləyicilər, bilirsiniz ki, şəhərdə artıq bir çox köşklər fəaliyyət göstərir mətbuat adı ilə. Amma qəzet tapmaq, dövrü mətbuatın yeni nümunələrlə tanış olmaq orada mümkün deyil. Patentdatda belə təsadüfən belə bir köşk rastımıza çıxdı. Mən də oxudum, sən də oxu. Görürsünüz, qəzetlərin nümunələri çox xoşdur və dövrü mətbuat yazılıb. Qasid. Doğrusu şübhə elədim ki, qəzet tapa bilərikmi? Gəldik, yaxınlaşdıq qardaşa. Qardaş, xoş gördük. Varmı qəzetlər? Var. Baxın, bütün qəzetlər demək olar ki, burada var. Yəni, bu qəzetçilik ənənələrini yaşadan belə köşklərə eşq olsun. Sağ olun qardaş, çox sağ olun, minnətdarım. Neçəlidir fəaliyyət göstərir bu? Bura çoxdandır. Qardaş, sayız peçat deyildi o vaxtlar. Aha, o vaxtdan fəaliyyət göstərir. O vaxtdan siz işlədirsiniz. Və qəzet gəlir hər gün. Bəli, bəli, gündəlik. Bir dənə çəkin zəhmət olmasa, bura baxın, görürsünüz. Bax, qəzetlərin stendləri. Özdə patentdardır, yəni bu axının çox olan da yeri deyil, amma bu ənənəni saxlayırlar. Şəhərdə nümunə olmalıdır bu, o digər köşklərə. Sağ olun.